Salam əziz abituriyentlər. Gəlin bugün də biz söz birləşmələrinin növləri mövzusunun izahına baxaq. Deməli, mənim YouTube kanalımda söz birləşmələrinin mövzusunun izahı var. Bugün də söz birləşmələrinin növlərinin izahını verəcəm. Deməli, söz birləşmələrinin növləri. Əslində bu proqramdan çıxarılıb, sadəcə olaraq bizə sintaktik təhlildə və bir çox məsələlərdə lazım olacaq. Söz birləşmələrinin növləri. Deməli, baxırıq. Söz birləşmələrinin növləri. Birinci növ, söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə fərqlənən 3 növü var. Birinci növ, biz baxaq birinci növə. Birinci növ təyini söz birləşmələrinin, biz demişdik ki, birinci tərəf, ikinci tərəf təyin etdiyinə görə söz birləşmələrinin təyini söz birləşmələri deyilir. İkinci tərəf şəkilçisiz. Bu nə deməkdir? Birinci tərəf şəkilçisiz, ikinci tərəf şəkilçisiz. Yəni bu deməkdir. 1T0, 2T0, birinci tərəf şəkilsiz, ikinci tərəf şəkilçisiz. Birinci növ söz birləşmələrinin tərəfləri arasında olan sözlərə necə, nə cür, hansı, yəni ən asan tapmaq variantı budur. Necə, nə cür, hansı, neçə, nə qədər, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarının tərəfləri arasında o sualları vermək olur. Tərəfləri arasında həmin o sualları vermək olur. Məsələn, deyirəm ki, cəsur əskər, milli sözlər. Bax, necə əskər, necə? Tərəf arasında necə sualı verdim? Fikirləşmə, birinci növdür. Necə sualı verdim? Fikirləşmə, birinci növdür. Tərəflər arasında necə sualı vermək olur? Birinci növ təyini söz birləşmələrində tərəflər arasında necə sualı, necə, nə cür, hansı, neçə, nə qədər sual verirəksə, bu birinci növ təyini söz birləşmələridir. Yəni, bu nə deməkdir? Asılı tərəfdə şəkilçi olmur, əsas tərəfdə asılı tərəfə uyğun söz qəbul edir. Asılı tərəfə uyğun söz. Əsas tərəf asılı tərəfə. Onsuz da biz bilirik ki, söz birləşmələrində, yəni bir-birinə məna və qrammatik cəhətdən uyğun olmalıdır. Uyğun söz qəbul edir. Amma şəkilçiləri isə əsas tərəfin şəkilçiləri asılı tərəfə uyğun olmadan qəbul edə bilər. Məsələn, maraqlı kitab yazıram. Maraqlı kitab. Bunu mən kitab da yaza bilərəm, kitablar da yaza bilərəm. Yəni, bu tələb eləmir ki, bu mütləq kitab olmalıdır. Kitablar da ola bilər. Amma desəm ki, tutaq ki, şagirdin kitabı, şəkilçidən gedir ha söhbət. Məna desək, buna kitabı da qoya bilər, dəftəri də, çantası da qoya bilər. Mütləq buradakı yəli kal tələb edir ki, bu mənsubiyyət olsun. Ona görə deyirik ki, bu asılı tərəf, əsas tərəfi yəni məcbur eləmir. Hansı şəkilçini artıra bilirsənsə, artıra bilirsən. Sərbəst olur. Sonra, birinci növ təyin söz birləşməsi dedik 1T0, 2T0. İndi gələk xüsusiyyətlərinə. Birinci növ təyin söz birləşməsinin xüsusiyyətləri hansılardır? Bir dəqiqə görək bunun hara getdi. Görək xüsusiyyətləri hansılardır? Məsələn, birinci xüsusiyyət. Cümlədə parçalanır. Biz danışırıq birinci növ təyini söz birləşməsindən. Cümlədə parçalanır. Yəni, ona görə də sintaktik təhlil zamanı tərəflərinə parçalaya bilirik. Deyirəm ki, dağ havası. Dağ havası. Nə? Hava nə? Nəyin havası? Dağ havası. Nə havası? Dağ havası. Tərəflərinə parçalaya bildik. Maraqlı kitab. Kitab nə? Necə kitab? Maraqlı kitab. Tərəflərinə parçalaya bildik. Sonra, istisna var. Hansılar ki, onlar tərəflərinə parçalanmır. Orta əsr. Orta əsr, yeni il. Hər tərəf. Sonra, hər gün. Orta əsr, yeni il, hər tərəf. Yəni, orta əsr, həmişə mən deyirəm ki, istisnaları cümlə şəklində yadınızda saxlayın. Orta əsrlərdə güya yeni il olurdu. Orta əsrlər, yeni il, hər tərəf, hər gün. Hər tərəf,
Orta əsrlərdə yeni il müddətində hər tərəf hər gün bəzənirdi. Bu mənada. Orta əsrlər yeni il hər tərəf hər gün istisnaları cümlə şəklində öyrənin. Hər tərəf hər gün bu gün bu saat. Orta əsrlər yeni il hər tərəf hər gün bu gün bu saat. Qədim dövr yarım saat. Yarım saat. Orta əsrlər yeni il hər tərəf hər gün. Qədim dövr yarım saat. Sonra deyirəm ana vətən. Dedik cümlədə parçalanmır. Ancaq istisnalar. Orta əsrlər, qədim dövr, yeni il hər tərəf hər gün. Sonra yarım saat, bir gün, hər tərəf hər gün, yarım saat, bu saat, bir də bugün, bir də ana vətən. Bunları tərəflər arasında parçalaya bilmirik. Ayrı-ayrılıqda bunlara sual verə bilmirik. İkinci tərəf, aslı tərəf. Məstər feili, sifət feili bağlama ilə ifadə oluna bilir. Həmin bu birinci növ tənis söz birləşmələrinin ikinci tərəfi. Məstərlə də feili, sifət feili bağlama ilə ifadə oluna bilir. Bunlar da quruluşca sadə və mürəkkəb ola bilir. Məsələn, deyirəm ki, şirin söhbət, nə bilim, söhbətləri şirindir da, yaxud da şirin alma. Sonra deyirəm ki, nəhəng heyvan, nəhəng nə yaza bilərik? Nəhəng hərəki heyvan yazaq. Baxın, bunlar sadədir. Nəhəng heyvan. Sonra amma deyirəm ki, yaxşı oxuyan şagird. Bu isə mürəkkəbdir. 3 dənə söz əmələ gəldi. Yəni, eyni ilə o biri eyni ilə isim və feili birləşmələrdəki kimidir. Yəni, söz birləşmələrindəki kimi. Təbii ki, bu da isim birləşmənin bir növüdür da. Yəni, təyin söz birləşməsi isim birləşmənin bir növüdür. İndi bir qeydi nəzərinizə çatdırım. Deyirəm ki, birinci növ təyin söz birləşmələrinin xüsusi şəkilçisi yoxdur. Yəni, biz şəkilçi yoxdur demək deyir ki, onlar şəkilçi qəbul. Sadəcə özünün xüsusi şəkilçisi yoxdur. Demirəm ki, onlar şəkilçi qəbul etmir. Özünün xüsusi. Bax, bəsən dedim ki, maraqlı kitablarla şəkilçi deyilə. Yəni, şəkilçi var, ancaq özünün xüsusi şəkilçisi yoxdur. İndi keçək ikinci növ. İkinci növdə biraz yekə oldu. İkinci növdə bir T, yəni birinci tərəf şəkilsiz, ikinci tərəf mənsubiyyət. Yenə birinci tərəf şəkilçisiz, ikinci tərəf mənsubiyyət. Elə M da var. İkinci tərəf mənsubiyyət şəkilçili. Birinci tərəf şəkilçisiz, ikinci tərəf mənsubiyyət şəkilçili. Deyirəm ki, məsələn, burada birinci tərəfdə qeyri-müəyyən yerlik halda olur şəkilsiz dedik. İkinci tərəf mənsubiyyət şəkilçisindən ifadə, ikinci tərəf mənsubiyyət şəkilçisindən ifadə olur. Yəni, şəkilsiz qeyri-müəyyən yerlik halda olur. Onu mən deyəcəm nə deməkdir. Deyirəm ki, aslı tərəfi qeyri-müəyyən yerlik halda, əsas tərəf də yalnız üçüncü şəxsin cəmində olur. Aslı tərəf qeyri-müəyyən yerlik halda, onu isim olsun keçəndə bilirsiniz yəqin. Əsas tərəfdə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Əsas tərəfdə üçüncü şəxsin. Aslı tərəf qeyri-müəyyən yerlik halda, əsas tərəfdə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Deyirəm, ana laylası, dağ havası, ata öyüdü, kənd darvazası, Baxın, birinci tərəf ananın laylası, dağın havası. Yəni, qeyri-müəyyən yerlik hal nədir? Müəyyən yerlik halın şəkilçisi itir, ancaq onu bərpa eləmək mümkün olur. Ana laylası, ananın laylası, dağ havası, dağın havası, ata öyüdü, atanın öyüdü, kənd, kəndin darvazası. Bura qeyri-müəyyən yerlik halda. İkincisi, mənsubiyyət. Baxın, hamısında mənsubiyyət. Yəni, bu qeyri-müəyyən yerlik hal tələb elədir ki, bu mütləq mənsubiyyət olsun. Başqa heç bir şəkilçi ola bilməz. İnsan ağlı, insanın ağlı. Və
Quruluqca sadə və mürəkkəb olurlar. Məsələn, qız qalası. Bu bir. Sadə və mürəkkəb olur. Qız qalası, sadə. Sonra deyirəm ki, xalqlar dostluğu. Xalqlar dostluğu. Sadə. Bunlar da sadə. İndi deyirəm qız qalası operası. Qız qalası operası. Görürsünüz, bu artıq oldu 3 söz mürəkkəb. Xalqlar dostluğu, bura metrosu yazsam, olacaq mürəkkəb. Yəni, birinci növ təyin söz birləşmələri də sadə və mürəkkəb ola bilir. Deməli, dedik, sadə ola bilir, mürəkkəb ola bilir. Üçüncü, tərəflərindən biri cəmləndikdə ikincisi təkdə olur. Yəni, biri cəmlənəndə ikincisi təkdə olur. İkinci tərəf, birinci tərəf cəmləndikdə ikinci tərəf təkdə olur. Məsələn, görək necə? Deyirəm ki, uşaq bağçaları. Uşaqlar bağçaları deyə bilmərik ki, və yaxud da dağlar havaları deyə bilmərik. Atalar öğütləri, ata öğütləri, ana laylaları, kənd darvazaları deyə bilərik. Ancaq biz hər ikisini cəmləndirə bilmərik. Ancaq bunun da özünün istisnası var. Hər iki tərəf birlikdə cəmlənən həmkarlar ittifaqları. Yəni, bu istisnaları əzbərləmək lazımdır. Həmkarlar ittifaqları. Atalar sözləri, həmkarlar ittifaqları, atalar sözləri, elmlər namizədləri. Və bu sözlərdə hər iki tərəf cəmlənir. İstisnaları əzbərləməli ki, testə düşəndə ki, hər iki tərəf cəmlənə bilən söz, yox, ay müəllimə, həmkarlar ittifaqları cəmlənmir axı, atalar sözləri hər iki tərəf cəmlənir. Bunlar istisnadır. Həmkarlar ittifaqları, atalar sözləri, elmlər namizədi hər iki tərəf cəmlənir. İndi keçək üçüncü növə. Üçüncü növ necədir? Üçüncü növdə aslı tərəf müəyyən yiyəlik halda, yəni 1T aslı tərəfin düsturu necə idi? Birinci tərəf yiyəlik halda, ikinci tərəf. Birinci tərəf yiyəlik halda, qoy buna da belə 2 yazım. Yox. Daha sadə yazım, daha səliqəli yazım. Deməli, bu belədir. Birinci tərəf yiyəlik halda, ikinci tərəf mənsubiyyət şəkilçili. Baxın, ikinci növdən eynidir. İkinci növdə burada şəkilçi yox idi, qeyri-müəyyən yiyəlik halda. Burada müəyyən yiyəlik hal olacaq. Yəni, çətin heç bir şey yoxdur. Müəyyən yiyəlik hal olacaq. Yəni, burada müəyyən yiyəlik hal, burada mənsubiyyət şəkilçisi olacaq. Aslı tərəfi müəyyən yiyəlik halda, əsas tərəfi mənsubiyyət şəkilçisi olan, üçüncü şəxsin mənsubiyyət şəkilçisi olan söz birləşmələrinə üçüncü növ təyinli söz birləşmələri deyilir. Məsələn, baxaq. Dağın havası. Eyni misallarla izah edirəm ki, yadınızda qalsın. Mütləq ın gördünüz, mənsubiyyət gördünüz, üçüncü növ. Otağın, nə deyək, səliqəsi. In gördünüz, mənsubiyyət gördünüz. Əskərin andı. In gördünüz, mənsubiyyət gördünüz, üçüncü növ. In gördünüz, mənsubiyyət gördünüz, üçüncü növdür. Deməli, nə ikinci növ tərəflərinə parçalanır? İkinci növdə tərəflərinə parçalanmır. Üçüncü növdə parçalanmır. Bax, bizə bu lazımdır. Yəni, təhlildə bunları bir götürürük. Məsələn, nə otağın havası nə bir yerdə götürülür. Və yaxud otaq havası nə bir yerdə götürülür. Otağın səliqəsi nə bir yerdə götürülür. Otaq səliqəsi nə bir yerdə götürülür. Əskərin andı nə bir yerdə götürülür. Əskər andı bir yerdə götürülür. Otağın havası təmizdir. Məsələn, yazıram təmizdir. Necədir təmizdir? Nə otağın havası birlikdə mübtədə olacaq. Yəni, ikinci və üçüncü növ təyinli söz birləşməsi parçalanmır. Ancaq birinci növ təyinli söz birləşməsi tərəflər arasında parçalanır. Tərəflər arasında nə qədər söz girsə də bütövlükdə bir cümlə üzvüdür. Məsələn, deyirəm ki, əskərin yenilməz
andı. Baxın, 3 dənə götürür, amma bütövlükdə bir cümlə üzvü götürülür. Deyirəm ki, əsgərin yenilməz andı. Məsələn, əsgərin yenilməz andı onun əsas silahıdır. Nə əsgərin yenilməz andı? Sintaktik təhlildə birlikdə götürülür. Və yaxud da deyirəm ki, məsələn, dağın tutaq ki, havası. Dağın havası təmizdir. Necədir təmizdir? Nə? Dağın havası. Üçüncü növdür, birləşdirmirik. Yəni tərəflər arasına ayırmırıq. Çünki üçüncü növdür. İkinci və üçüncü növdə tərəflər arasına ayrılmır. Sonra nə deyək? Bütövlükdə cümlənin bir üzvü kimi göstərilir. Məsələn, deyirəm, mənim balaca körpəm yatdı. Mənim körpəm, mənim balaca körpəm. Kim yatdı? Mənim balaca körpəm. Mənim balaca körpəm bir yerdə götürülür. Üçüncü növ təyin söz birləşməsinin asılı tərəfi birinci və ikinci şəxs cəminin əvəzlikləri ifadə olunduğunda əsas tərəfin mənsubiyə şəkilçisi düşə bilər. Məsələn, bizim sinif, sizin sinif, yəni bizim siniflər də deyə bilərik, bizim sinif də deyə bilərik, sizin siniflər də deyə bilərik, sizin sinif də deyə bilərik. Tərəflər arasında istənilənə qədər söz girə bilər. Məsələn, baxın, deyirəm ki, Nizami Gəncəvinin əsərləri. Nizami Gəncəvinin əsərləri nə? Bir yerdə mübtəda götürür. Nizami Gəncəvi iri, dünya görmüş, böyük həcmli, nə bilim, maraqlı əsərləri, bunu da birlikdə götürürük. Yəni, ikinci və üçüncü növ təyin söz birləşməsi tərəflər arasında parçalanmır. Sonra quruluşca, mən bunu tərəflər arasında parçalanmır, sintaktik təhlilə çox girişmək istəmirəm ki, başınız şişməsin. Olsa sintaktik təhlildə onu yenidən qaydacağıq. Quruluşca sadə və mürəkkəb ola bilir. O da eyni qaydadır. Tərəfləri eyni zamanda cəmlənə bilmir. O da yenə tərəflər arasında eyni zamanda cəmlənə bilir, ancaq ikinci növdə cəmlənə bilmirdi. Məsələn, deyirəm ki, onların fikirləri. Baxın, ikinci növdə cəmlənə bilmirdi, ancaq üçüncü növdə cəmlənir. Onların fikirləri, ataların nəsihətləri, ellərin gözəlləri. Yəni, ikinci növdə tərəflər arasında parçalana bilmir. İndi ikinci növdə nə oldu? İkinci tərəf və birinci tərəf qeyri-müəyyənlik halda, ikinci tərəf mənsubiyyət, üçüncü tərəfdə birinci tərəf müəyyənlik halda, ikinci tərəf mənsubiyyət. İkinci və üçüncü növün heç birində tərəflər arasında parçalanmır. Bütövlükdə cümlənin bir üzvü götürülür. Hər ikisi sadə və mürəkkəb olur və hər ikisində ikinci tərəf mənsubiyyət olur. Ancaq ikinci növdə ikinci tərəf hər tərəflərdən biri cəmlənə bilir, üçüncü növdə hər iki tərəf cəmlənə bilir və əsas tərəfdə bütün şəxslərin mənsubiyyət şəkilçisini qəbul edə bilir. Məsələn, deyirəm ki, üçüncü şəxs deyir ki, məsələn, deyirəm ki, kitabın vərəqi. Kitabın vərəqi üçüncü növdür. Kitabın vərəqi. Kitabın rəngli vərəqi, nə bilim, dəftərin yazılı, deyirəm ki, dəftərin, bax, kitabın rəngli vərəqi nə bir yerdə götür. Dəftərin üzü, dəftərin yazılı üzü. Yəni, bunlar bir yerdə götürüləcək. Təhlil zamanı tərəflərinə parçalanmayacaq. Belə əziz şagirdlər, dinlədiyiniz üçün təşəkkür edirəm.